Sual verilir ki bir insandan borç pul alıp bir müddetten sonra qaytardıqda alınan pulun üstünde hediye olarak müəyyən miqdarda pul qaytarmak olar mı? Olar bir şərtlə ki pul alaqda yəni heç bir tərəf şərt qoymayıbsa olar. Pul verən adam əgər deməyibsə ki mənə çox qaytararsan üstünə hediye verərsən və yaxud da götürən insan da pul götürdüğü zaman artıq qaytaracağını söz verməyibsə, onda olar. Deməli, əgər pul aldığı zaman heç bir şərt olmadan sadəcə borc götürür, borcu qaytarmaq məqsədi ilə və verən insan da bilir ki, o insan ancaq borcu qaytaracaq və belə bir halda yəni borcu gözəl şəkildə qaytarmaq yaxşıdır. Üstünə hədiyyə vermək və yaxud da artıq pul verməkdə bir problem yoxdur. Yəni faiz nə vaxt olur? Faiz o vaxt olur ki, verən insan deyir ki, 1000 manat verirəm, mənə 1100 qaytaracaqsan. Və yaxud da götürən insan deyir ki, mənə 1000 manat ver, sənə 1200 və 1100 qaytaracağam. Yəni bunda artıq faiz olur. Heç bir şərt olmadan qaytardığı zaman insanın gözəl qaytarması elə sünnədir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni borcu gözəl qaytarın buyurur. Borcu qaytararkən gözəl qaytarın.